Məşhur psixologlardan biri demişdir: quşlar uçar, balıqlar üzər, uşaqlar isə oyun oynayar. Oyunun uşaqların həyatında quşların uçması kimi, balıqların üzməsi kimi necə önəmli olduğunu xüsusi qeyd etmişdir. Uşaqlar məhz oyun vasitəsilə gələcək həyata hazırlanırlar. Oyun oynayarkən uşaqlarda özgüvəni artır. Onlar özlərini oyun vasitəsilə təsdiq edirlər. Oyun daxilində qarşılıqlı münasibəti, qarşılıqlı ünsiyyəti öyrənmiş olurlar. Oyun oynayarkən uşaqların təxəyyülü inkişaf edir, əxlaqi dəyərləri mənimsəyirlər. Oyun uşaqların həyatında çox böyük əhəmiyyətə malikdir. Odur ki, uşaqlar kiçik yaşlarda oyun oynamalı, qarşılıqlı ünsiyyəti oyun vasitəsilə öyrənməlidir. Odur ki, valideynlər öz övladları ilə gün ərzində ən azı 15-20 dəqiqə ərzində oyun oynasalar, onların gələcək həyatları üçün çox mühüm bir addım atmış olacaqlar.